Nə danışdın ha? Bunun hamilə olduğu mənə niyə demişdin? Tural, öz aramızda sən də özünü elə aparsan, elə bir günahsızsan. Özün yaratmısan da bu problemi. Sən Yaşara nəsə eləmək istəyirsən. Sən Abbasla danış. Mən çöldə qalmaq istəmirəm. Sən məni yaman qorxudursan qızım. Bəzi məsələlər var ki, Tural'la danışandan sonra ona haqq verdim. Lazım deyil. Mən Yaşarla Turalı çöktürməyənə qədər heç yerə gedən deyiləm. Mən bilirdim ki, sən məni heç vaxt arda qoymayacaqsan. Nə olmağından asılı olmayaraq mənim yanımda olacaqsınız. Təki məni aldatmayasınız, oyun qurmayasınız. Mən dedim bitti, deməli bitti. Oğlumla da danışacağım, bunu razı salacağım. Özünü necə hiss eləyirsən? Belə mənə elə yuxu aparır. Tezə gəlmirsən ki, qara gedirsən yəni işə. İkisi növbəsindəyim. Mən deyirəm bitirək, deməli bitirək. Mən sən deyəndən razıyam, amma bir şərtim var. Mələyə üçün. Əgər Tural yenə eyni şeylər eləsə, xəyanət eləsə, bağışlayarsan onu? Bilmirəm də bir dərdin nə deyirsən de, çıxsın, geçsin, qalmasın. Demək istəyirsən ki, aranızda münasibət olur? Hamilədir. Xəyanət 2 iyun saat 22-də Xəzərdə.